لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Həmd Məlik, Qüddüs, səlam olan Allaha. Başlanğıc üçün də, son üçün də ona həmd edirik. Ondan orucumuzun və gecə ibadətlərimizin qəbul olunmasını, günah və xətalarımızın bağışlanmasını diləyirik. Şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O təkdir, şəriki yoxdur. Müttəqilərə salam yurdu olan cənnəti vəd etmişdi. Və şahidlik edirəm ki, ağamız və Peyğəmbərimiz Məhəmməd onun qulu və rəsuludur. Ona salat və salam olsun. Bundan sonra, ey qardaş və bacılar, ayımıza başladıq və artıq onu bitirmək üzrəyik. Bəs Ramazandan sonra nəyə əzm etmişik? Nə etmək niyyətindəyik? Ramazan ayında gündüzləri oruç tutur, gecələri namaz qılırdıq. Gözəl əxlaqla əxlaqlanırdıq. Dillərimiz Allahı zikr edir, Quran oxumağa can atırdıq. Bəs Ramazandan sonra nəyə əzm etmişik? Görəsən itaətin ləzzətini, imanın şirinliyini daddıqdan sonra Allahın hizbindən, Allahın əhlindən, ona itaət edənlərdən olmağa davam edəcəkmi? Yoxsa əksi olacaq? Ramazandan sonra yenidən asiliyə qayıdıb, Rəhmana itaəti tərk edəcəyik. Bundan Allaha sığınırıq. Ey qardaş və bacılar! Həqiqətən, bu ayda şeytanlar və azğın cinlər zəncirlənmişdi. Onlar Ramazandan əvvəlki kimi nail ola bilmirdilər. Budur, onlar artıq zəncirlərindən çıxmağa və bayramın ilk gecəsindən üstümüzə atılmağa hazırlaşırlar. Bizə vəsvəsə verir, bəziyib düzəyirlər ki, bayramımızı Allaha asili ilə qarşılayaq. Odur ki, sabitlik, səbir. Allahın itaətində səbirli olaq, günahlardan qaçmaqda səbir nümayiş etdirək. سبحانه وتعالى فالثبات الثبات والصبر الصبر والنصبر على طاعة الله والنصبر عن معصية الله فإن الدنيا. Çünki bu dünya bütövlükdə azdır. Ondan geriyə qalanı da azdır. O qalandan bizə düşən pay daha azdır. Bizim payımıza düşən o az hissənin də qalan hissəsi çox azdır. Ömrümüzdən bir məsafə qət etdik. Köç vaxtımızın nə zaman çatacağını isə ancaq Allah bilir. Vallahu a'lamu mata yunada aleyna birrahil. Ve ma'd-dunya illa sijnul mu'min. Dünya möminin zindanı, kafirin isə cənnətidir. Tezliklə bizi də çağıracaqlar. Keçən Ramazanda bizimlə olan nə qədər sevdiyimizi bu ayda itirdik. Bizim nə vaxt itəcəyimizi isə ancaq Allah bilir. Allah xatirinə, gəlin Ramazan ayını, orada etdiyimiz səmimi tövbədən sonra pak bir həyata addım atmaq üçün bir başlanğıc nöqtəsi edək. Elə bir həyat ki, bu dünyanı tərk edənə qədər orada Allah üçün yaşayaq. Ölüm gələnə qədər Rəbbimizə ibadət edək ki, bəlkə qurtuluşa çatanlardan olaq. Hatta nugadira hadihi dunya fena'budu rabbana hatta ya'tiyana al-yaqin. لعلنا أن نكون من الفائزين جعل الله عز وجل. Allah azza və cəllə həyatımızı sevinclərlə dolu etsin. Deyilmişdir ki, kim həyatını Ramazandakı halı kimi edərsə, Allah onun hər gününü bayram edər. Allah azza və cəllədən diləyirəm ki, Rəbbimiz üçün yaşamaqda bizə yardım etsin. İnsan və cin şeytanlarına qarşı, nəfsimizin şəhvətlərinə qarşı bizə kömək olsun. Allah Teala hər şeydən ucadır. Hər şeydən ucadır. Vallahu Teala a'la ve a'lam. Sallallahu ala nebiyyina ve sellem.